Telefona çox baxmaq uşağın yaddaşını zəiflədir. Belə ki, uzun müddət telefondan istifadə etmək, planşet, televizordan saatlarla istifadə etmək, qarşısında davamlı oturmaq uşağın dərsə olan konsentrasiyasının zəifləməsinə və get-gedə yaddaşının azalmasına səbəb olur. Uşağın ekrandan aldığı hərəkətlilik, daimi kadrın dəyişməsi, rəngarənglilik, uşağın ətraf mühitə qarşı marağının azalmasına və diqqətinin zəifləməsinə səbəb olur və uzun müddət telefondan istifadə edən uşaqların yaddaşı get-gedə zəifləyir. Çünki ekran məruziyyəti uşağın beyin işləməsini, beyin hüceyrələrinin fəaliyyətini get-gedə azaldır. Çünki davamlı ekrana baxma uşaqda düşünmə qabiliyyətini, analiz etmə qabiliyyətini, diqqətini konsentrasiya etmə qabiliyyətini və becərilərini azaldır və uzun müddət telefon istifadəsi get-gedə yaddaşın zəifləməsinə səbəb olur. Nə qədər yaddaşı güclü olan uşaq olsa da davamlı televizor qabağında oturulması, planşet qabağında oturulması uşağın get-gedə yaddaşının zəifləməsinə gətirir çıxarır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Təbii ki, telefon istifadəsini məhdudlaşdırmaq, uşağın yaşı çatmamış ona telefon almamaq, telefon istifadə etməsinə icazə verməmək, ekran qabağında oturma saatlarını limitləmək, məhdudlaşdırmaq, gündə bir maksimum 2 saatı keçməmək şərti ilə fasiləli oturma vərdişləri qazanmaq və eyni zamanda daimi kitab oxumaq, düşünmək, analiz etmək, nəticə çıxartmaq uşağın beyninin fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Eyni zamanda bəzi qidalar var ki, uşağın yaddaşını yaxşılaşdırır. Bunlar məsəl üçün omega ilə zəngin olan qoz, fındıq, fıstıq, badam kimi çərəzlər, balıq və balıq məhsulları, ət, yumurta kimi məhsullar, avokado kimi qidalar uşağın yaddaşını yaxşılaşdırır. Odur ki, dəyərli valideynlər, evladınızın yaddaşı yaxşı olsun istəyirsinizsə, onlara telefon almayın, ekran qabağında keçirmə saatlarını məhdudlaşdırın, o açıq havada çoxlu oynamasına çalışın, təbiətlə təmas etməsinə, oynamasına, düşünməsinə və analiz etmə becərilərini artırmaq üçün aktiv oyunlar oynamasına diqqət edin və eyni zamanda yaddaşı artıran qidaları rasiondan əksik etməyin.